Bismillahirrahmanirrahim. Bizim dinimiz çox əzəmətli dindir. Peyğəmbərimiz çox əzəmətli peyğəmbərdir. Quran-ı Kərim çox əzəmətlidir. Allah Teala çox böyükdür. Peyğəmbər sallallahu aleyhi və aleyhə çox əzəmətli bir məqam verilib. Və bunlar Quran-ı Kərimdə öz əksini tapıb. Qələm surəsinin 4-cü ayəsində buyurur: İnnəkə lə'alə xuluqin azim. Ey Peyğəmbər, sən əzəmətli əxlaqlara sahibsən. Özü də buyurmur ki, sən əzəmətli əxlaqa maliksən. Buyurur, əzəmətli əxlaq sənin ixtiyarındadır. Lə'alə xuluqin azim. Yəni, sən hakimsən əzəmətli əxlaqa. Ola bilər bir insanda bir xasiyyət olsun, amma qəzəbə gələndə, əsəbləşəndə o xasiyyəti əldən versin və ya müsibət görəndə, gərgin anlarda o xasiyyət ondan çıxsın. Amma Peyğəmbər sallallahu aleyhi və aleyh o xasiyyətlərə hakim idi. Bütün hallarda o xasiyyətləri var idi. Bütün hallarda alicənab idi. Bütün hallarda mərhəmətli idi. Bütün hallarda şücaətli idi, igid idi. Bütün hallarda Allaha qul idi və s. və ilaxır. Əzəmətli əxlaqı var idi. Allah Teala əzəmətli ifadəsini işlədir. Əzim, böyük. Allah ki, dünyaya kiçik deyir, Peyğəmbərin əxlaqına böyük deyir. Peyğəmbərin əxlaqı böyükdür. Ona görə onun mükafatı kiçik dünya ola bilməz. Əzəmətli əxlaq sahibi. Nisa surəsinin 113-cü ayəsində Allah Teala buyurur: وَلَوْلَا فَضْلُ اللّٰهِ عَلَيْكَ وَرَحْمَتُهُ. Allahın sənə lütfü, rəhməti olmasaydı, fəzli olmasaydı, ləhəmmət taifətun minhum ən yudilluk. Onlardan bir dəstəsi səni azdırmağa qəsd edərdilər, istəyərdilər səni azdırsınlar. Və ma yudillunə illə ənfusəhəm. Amma özlərindən başqa heç kəs azdıra bilmirlər. Və ma yadurrunəkə min şey. Özlərindən başqa sənə heç bir zərər vura bilməzlər. Və ənzəlallahu aleykəl kitab. Allah sənə kitab göndərib. Vəl hikmə. Hikmət nazil edib. Və alləməkə mə ləm təkun tə'ləm. Və Allah sənə əgər o öyrətməsəydi, öyrənə bilməyəcəyin şeyləri öyrədib. Mə ləm təkun tə'ləm. Əgər Allah öyrətməsəydi, sən heç vaxt öyrənə bilməzdin. Və bu, yəni əgər Allah sənə öyrətməsəydi, sən heç nə öyrənə bilməzdin. Çox əzəmətli bir neymətdir. Və kənə fadlullahi aleykə azimə. Allahın lütfü sənə böyükdür. Elə Allahın böyük lütfü halına şamil olduğu üçün Peyğəmbərimiz böyük əxlaq sahibi oldu. Əzəmətli lütf əzəmətli əxlaq yaradar. Və əzəmətli əxlaqa malik olmaq əzəmətli lütfü adamın halına şamil edər. Peyğəmbər sallallahu aleyhi və səlləmə Cəbrail əleyhissalam bir dəfə gəldi, dedi: Ya Rəsulallah, Allah sənə salam göndərir və buyurur, istəyirsən bu səhranın qumlarını sənin üçün qızıla çevirim. Əl at, bir ovuz götür, xərclə. Resulullah sallallahu aleyhi və aleyh buyurdu: Cəbrail qardaşım, sən Allah Teala'ya mənim salamı yetir və mənim adımdan ərz elə ki, sənin qulun, Həbibin istəyir bir gün tox olsun, sənə şükr etsin, təşəkkür etsin. O biri gün ac olsun, səndən istəsin. Səhranın qumlarından, qızıllarından yox. Yəni, mən əzəmətli qulam, istəyirəm əzəmətli neymətə sahib olam. Əzəmətli əxlaq sahibi əzəmətli hədiyyələr istəyər. Dünya kimi kiçik hədiyyələr yox. Hicr surəsinin 87-ci ayəsində Qur'anı Allah Teala əzəmətli hesab edir. Vəl Qur'anəl azim. Allah Teala əzəmətli Qur'an göndərib. Niyə? Çünki həmin Qur'an Peyğəmbər sallallahu aleyhi və aleyhin əxlaqıdır. Nisa surəsinin 54-cü ayəsində buyurur: Mulkun azim. Yəni, Allah Teala əzəmətli mülk əta edib. Allah Teala əzəmətli mülk əta edib İbrahim əleyhissalamın sülaləsinə ki, onların ən bariz şəxsiyyəti Resulullah sallallahu aleyhi və aleyhdir. Baxın, Allah Teala'nın lütfü əzimdir.
Əzəmətlidir. Bu əzəmətli lütf nə yaradır? Əzəmətli Qur'an yaradır ki, Allah onu Peyğəmbərinə göndərir. Əzəmətli Qur'an Peyğəmbərdə nə yaradır? Əzəmətli əxlaq yaradır. İnnəkə lə'alə xuluqin əzim. Əzəmətli əxlaq sahibinə əzəmətli mülk verir Allah Taala ki, o idarə edə bilər dünyanın kamilliyə doğru gedən insanlarını. Allah bizi Resulullah sallallahu aleyhi və aleyhin əzəmətli əxlaqından ən azından birinə sahib qərar versin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.